Bax, çox maraqlı mövzudur. Misal üçün, yenə də özümüzdən danışacağam. Mənim oğlum deməli 8 yaşı var, baldızımın oğlunun isə 12-13 yaşı var. 13-dür səhv etmirəmsə. 13 yaşı var. Mən oğlumla normal vaxtı normal, çox qəşəng, hər şey qaydasındadır. Elə ki mənim oğlum, baldızımın oğlunu görür, vəsə, mən öz oğluma söz keçirdə bilmirəm. Deyə bilmirəm ki, burada otur və burada qal. Adətən belə adam da deyiləm. Sadəcə o oğlanla bunlar birləşəndə mən oğluma söz keçirdə bilmirəm. Əslində mən orada öz zəifliyimi görürəm ki, mən nəyi yanlış edirəm ki, mənim oğlum o oğlanla bir yerdə olanda mən istədiyimi ona elətdirə bilmirəm. Bu mənim zəifimdir, yoxsa sizin uşağınız hansı ehtiyacı ödəyir orada? Onun nəyə, hansı ehtiyacı var ki, o orada qaçır, düşür, digər yerlərdə, amma sizin qulaq asır sözünüzə. Orada onlar oyun oynayırlar. Aha. Oyunu onlar bölüşürlər bir yerdə. Hətta zəng edirlər telefonla da, hərəsi telefonda, televizorda oyun oynayırlar. Məsələn, orada ən çox oyundur onları bağlayan. Məsələ onların nə elədiyi deyil. Məsələ uşağın nəyə ehtiyacı olduğudur. Onda o bizim onunla vaxt keçirməyimizdir. Siz bunu deyirsiniz? Yox, bu olmaya da bilər. Ananın sözünə bəzən çıxmaq da ola bilər ehtiyacımız. Başa düşmədim. Avtoritarlığa bəzən üsyan eləmək də bizim ehtiyacımız ola bilər. Öz sərhədlərimizi bilə bilmək üçün, öz şəxsiyyət tipimizi bilə bilmək üçün. Mən mamanın dediyini eləmədim. Mən kim oldum? Mən necə birisiyəm? Mən özümü tapa bilirəm, yoxsa tapa bilmirəm? Mənim orada reaksiyam maraqlıdır da. Aydındır, hə. Yəni bunu uşağın tərəfindən fikirləşmək lazımdır. Valideynlər çox vaxt situasiyanı görür və mənim ehtiyacım qarşılanmır. Buna fikir verir. Mənim sözümə baxdı ya baxmadı bu uşaq. Bəs uşağın ehtiyacı bu niyə belə eləyir? Bu hərəkətlilikdə məsələn girdiniz, çox vaxt valideyn görür ki, uşaq qaçır ora, qaçır bura, qonaq gəldimi, başlayır vəbşə özünü yaxşı aparmamağa. Diqqətlə fikir versəz, siz gərgin olanda uşaq da daha çox gərginləşir. Bu gərginliyi hərəkətlə bildirir. Bizim gərginliyimizlə uşaqların gərginliyi, bizim depressiyamızla uşaq depressiyası eyni deyil. Biz yorğan döşəkdə depressiya keçirdərik. Uşaqlar ayaq üstünə qaçaraq, oynayaraq keçirdərlər. Amma siz onun oynadığı oyundan tutarsınız ki, bu uşaq depressivdir. Yəni bizim ruh halımız birbaşa bəli, yəni uşağa təsir göstərir, amma eyni formada təzahür eləmir. Bu uşaq bütün günü ağlayır, qışqırır, öz istədiyini deyir. Deyir ki, elə mənə o oyuncağı almalısan. Amma alır da oynamır. Alır da heç oynamır, atır ora. Amma məsələn arxa yanında, yəni başqa hisslər var. Uşağın qarşılanmayan, uşağın görülməyən, anlaşılmayan tamına başqa hissləri var. Məsələn, bizim təzəcə bir belə pasiyentimiz var. Gəlib danışır ki, Ayşən xanım, mən getdim siz deyən kimi elədim. Biz valideynlə də ayrıca seans eləyirik, uşaqla ayrıca seans. Siz deyən kimi elədim. Dedim ki, bu ağlayırdı, çartlayırdı, yenə özünü dağıdırdı və biz dedik ki, mən səni anlayıram, sən çox yaxşı uşaqsan, biz buradayıq, biz sənin yanındayıq. O lap da ağladı, gəldi, bizi vurdu, getdi. Bəs olmadı. Valideyn danışıq tərzinə baxın. Dediyində elədim. Olmadı ki. Ay sağ ol. Valideyn uşağına uşaqlaşdı. Uşağın amma ehtiyacını dedim, nə situasiyada oldu bu? Deyir ki, biz balıq almağa getmişdik. Getdik, gördük ki, balıq qutarıbdı. Və uşaq çox əsəbləşdi. Takıntıları var, obsessiyalar uşağın. Həddindən artıq əsəbi. Balıq niyə olmadı? Səni polisə verəcəm. Mama əsəbləşdi və mamadan çıxardır bunu. Sən niyə belə elədin? Gəldik, biz bu qədər almadın. Balıq da yoxdur, qutardı filan. Bütün yolu deyir Ayşən xanım ağladı bu uşaq. Mən deyirəm, ay bala, mən niyə bilərəm? Balıqdır da yoxdur. Mən mağazanın satıcısı deyiləm. Alınmadı da. Deyirəm, siz neynədiniz? Və dedim ki, mən sənin yanındayam, mən səni anlayıram, mən buradayam və s. Siz dedilər, elədim də. Dedim ki, ümumiyyətlə situasiya bir kənardan baxın, neynədiniz? Uşaq ağladı və təşvişə düşdü, narahat oldu ki, istədiyini əldə olunmadı da, yəni getdiniz, balıq tapa bilmədiniz. Siz də dediniz ki, sakitləşdirməyə çalışdınız və qarşı situasiyadan, qarşı tərəfdən. Siz onun hissini birinci anlamadınız. Necə yanı deyir? Deyim, desəz ki, məsələn, ayda bu qədər yolu gəldi, heç balıq da olmadı. Neyniyəcəyik bugün, nə bişirəcəyik biz? Bu qədər gəlmiş, indi mən fikirləşirdim ki, balıqdan balama nə qəşəng yeməklər hazırlayardım. Hissindən eyni hiss yaşadım. Mən anladım səni. Sən problem yaşayanda mənə zəng eləsən. Mən desəm ki, ay qız, olan şeydə heç nə olmaz, mənim uşağımda da olubdu. Sən bir də mənə yığarsan. Yığmaram.
Yəni bir psixoloq olaraq belə situasiya ilə qarşılaşanda biz bu formada deyirik, ha, sən çətin durumdasan, səni narahat eləyir bu his. Yəni sən həqiqətən də sənin üçün bu proses problemli haldır, çətindir. Hissini başa düşdüm və ondan sonra keçdim. Məsələn, danışdıq. Bu da yəni narahat oldu. Eyni emosiyanı yaşadı uşaqla. Sonrasında da neyniyək? Eyb yoxdur. Gedək indi toyuq almağa. Eyb yox. Bu günləri toyuq bişirərik. Deyirəm onda uşaq neynir? Deyir, lap da gülür mən elə hərəkətlər eləyəndə. Çünki yəni təşvişi kimsə yaşamalıdır. Uşağın qəşəngdir. Bəli, uşağın kiçiklikdən qoyulan təşviş problemi var. Həyəcan, təşviş olan problemi var. Bunu kimsə yaşamalıdır ki, uşaq rahatlasın. Hissini kimsə eyniləşdirməlidir ki, rahatlasın. Əslində yəni belə olanda uşaq başa düşür ki, anam mənə başa düşdü. Amma o başa düşmür ki, biz onu sakitləşdiririk. Düzdür? Anam da məndəndir deyir. Onda əgər biz deyir, balıq deyim ki, yoxdursa deyir, vay mən neyəcəm, mən də sənin üçün balıq almağa gəlmişdim bura. Onda uşaq da yəqin siqnal gedir ki, anam da məndəndir. Eyni fikirləşir, eyni düşünür, eyni hiss eləyir. Hətta bizdə belə bir hal olub, mən orada baxmışam ki, qızım bizə təklif verir ki, bəlkə bunu belə eləyək. Baxıram ki, orada onun başı işləyir ki, o keçir dövrəyə. Görəndə ki, siz emosionalsınız, uşaq artıq digər düşüncəyə keçə bilir. Amma siz emosiyanı bildirmirsiniz, bastırırsınızsa, uşaq o emosiyanı daha da yaşayır.